Bir tərəfdə qarmonun sehirli səsi, digər tərəfdə bitmək bilməyən bir faciə. Əri onun pulu ilə dolanır, onu döyürdü. 28 il işgəncəyə dözən, kürəkəni və nəvəsi qətlə yetirilən Gövhər Rzayevanın qarmon kimi körüklənən həyatından dəhşətli faktlar təqdim edirik. Gövhər Mirhəmid qızı Rzayeva 1953-cü ildə Bakıda keçmiş Sovetski məhəlləsində doğulub. Ailədə iki bacı, bir qardaş olublar. Gövhər evin ilk övladı olub. Onun adını nənəsi qoyub. Atası həmişə Gövhəri anam deyə çağırıb. Gövhər Rzayevanın xalalarından biri Sara Mahmudova Bakının məşhur nağara ifaçısı, Validə Mahmudova isə müğənni olub. Özü həkim olmaq istəsə də 12 yaşından qarmon ifa eləməyə, qadın toylarına getməyə başlayıb. Musiqi təhsili alan zaman atası həmişə özü onu məktəbə aparıb gətirib. 173 sayılı məktəbdə oxuyan Gövhəri istəyən elçi gələn çox olub. Hətta onu qonşuluqdan bir oğlan istəyirmiş. Elçi göndərir, yaşı az olduğundan atası razı olmur. Belə olan halda oğlan tərəfi deyir ki, biz Gövhəri qaçıracağıq. Buna görə də Gövhər qadın məclislərinə gedəndə atası onu nəzarətsiz buraxmırmış. Məclislərdə boyu balaca olduğundan onun altına bir neçə qalın döşəkçə qoyurlarmış ki, boyu qarmona çatsın. Bir dəfə toy vaxtı onu yuxu tutur, başını qarmonun üstünə qoyub yatır. Anası onu oyadıb deyir ki, Gövhər toydasan, yatma. Gövhər Rzayeva ilk dəfə Rübabə Muradovanı müşayiət edib. Rübabə xanım onu görəndə yanındakı köməkçisinə, yəni Gövhər Rzayevanı toya gətirən şəxsə deyib ki, bundan balaca qarmonçalanı tapa bilmirdiniz. Köməkçisi isə siz onun boyuna baxmayın, çox yaxşı ifa edir, deyir. Toydan sonra Rübabə xanım Gövhərə yaxınlaşıb deyir ki, afərin qızım, elə bilmişdim sən çox balacasan, qarmon çala bilməzsən, sən yaxşı ifaçısan, gələcəyin var. İfaçının qızı Ülkər Rzayeva ailə qursa da bəxti gətirməyib. Sonralar müğənnilik fəaliyyəti ilə məşğul olub və mahnılar ifa edib, kliplər də çəkdirib. Ancaq müəyyən müddətdən sonra anası müğənnilik sənətini ona qadağan edib. Müsahibələrinin birində Gövhər xanım deyir, o mənim nəfəsimdir, son beşiyimdir. Allah ona gözəl surət bəxş eləyib. Arzu edirəm ki, siması kimi də Tanrı ona bəxt versin. Qızım ailə qurdu, amma bəxti gətirmədi. Həyat yoldaşını öldürdülər. Biraz keçdi, oğlunu da öldürdülər ki, vərəsəsi qalmasın. Bir ildən sonra qızımı qaytarıb evə gətirdim. Mənim başıma nələr gəlməyib ki, bəlkə də mənim yerimə başqası olsaydı havalanardı. O biri qızımdan, oğlumdan rahatam, amma Ülkərdən nigaranam, çünki onun qəlbi sınıqdır. Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirib. Səbəb isə əmisinin yerinə keçib onun sahib olduqlarına sahiblənmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirildikdən sonra isə meyidini Dnepr çayına atmışdılar. Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Ora gedib körpə nəvəmə baş çəkirdim. Kürəkənimin ailəsi həmin uşağın qalmamağını istədilər. Uşaq bir müddət sonra tələf oldu. Elə bil ki, kürəkənimin 40 gün olanda nəvəmin çantanın içində meyidini evə gətirdilər. Kifir ol, amma bəxtin olsun. Gözəllik də hər zaman insana xoşbəxtlik gətirmir. Deyirlər ki, gözəl qızın və ya qadının başı hər zaman tüstülü olur. Qızım Ülkər ər və uşağının itkisindən dərin sarsıntı keçirdi. Onu bu vəziyyətdən çıxarmaq üçün pirlərə, Allah evlərinə apardım. Qızımı 17 yaşında ərə vermişdim. O uşaq ikən ailə qurub, evdə birinci gəlin idi və həyatdı da nə yatdı ki, nə də yuxu görsün. Bunlar bir daha qeyd edək ki, Gövhər Rzayevanın öz iddialarıdır. Yəni bu ölümlərlə bağlı bizim münasibətimiz deyil. O nəvəsinin
özünün öldüyünü yox, öldürüldüyünü, daha doğrusu yaşamasını istəmədiyini iddia edir. Kürəkənin isə öldürüldüyünü bildirir. Gövhər xanım bir vaxtlar öz qohumlarından olan bir bəy tərəfindən pul oğurluğunda ittiham olunub. Yəni ona böhtan atıblar və bu böhtan uzun illər təəssüf ki, ayaq tutub yeriyib. Şərə düşdüyünü bilən ifaçı 6 ay bu məsələnin stresini yaşayıb. Müsahibələrinin birində o bu haqda deyir: kiminsə evinə gedəndə hər zaman mətbəxdə oturmağı sevirəm. Qohumumuzun evində də belə idim. Söz-söhbət oldu, gəlib mənə dedi ki, 10.000 pul götürmüsən. Dedim, zarafat edirsən. Axı mən mətbəxdən o tərəfə keçməmişəm. Dedi, yox, götürmüsən. Dedim ki, tutaq ki, çamadanla pulu qoymusan qabağıma, şeytan məni azdırdı, mən də gəlib buradan 100 manat götürdüm. Amma sənin dediyin məbləğ çoxdur axı, məndə o qədər pul yoxdur. Evdə cəmi 400 manatım var, istəyirsən, gəl onu sənə verim. Razı olmadı. Ondan sonra dəfələrlə mənə zəng eləyib pul istədi. Sonuncu dəfə zəng eləyəndə mən də dedim ki, səni görüm, qəfil gülləyə tuş gələsən. Məsələ burasındadır ki, insan dəstəyi asır, üzərindən 5 ay keçəndən sonra xəbər gəlir ki, onu doğrudan da güllələyiblər. İllər sonra isə həmin şəxs deyir ki, Gövhərə şər atdım, Allah keçsin günahımdan. Dünyasını dəyişdi. Amma mən demişəm, o dünyada da 2 əlim yaxasında olacaq. Allah şəri böhtanı heç kimə bağışlamır. Statın sonu. Deyilənlərə görə gənclik illərində qarmon ifaçısı bir nəfərlə sevgili olub. Bir-birlərini çox sevsələr də, atası Gövhərin həmin adamla ailə qurmasına qəti şəkildə etiraz edib. Bu səbəbdən də həmin sevgi də davam etməyib. Gövhər xanım cəmi bir dəfə ailəli olub. Bu evlilikdən onun az əvvəl dediyimiz kimi 2 qızı, bir oğlu doğulub. 28 ildən sonra o həyat yoldaşından boşanıb. Müsahibələrinin birində bu haqda, ər haqda danışanda deyir: heç sağ çıxmayaydı qabağıma. Onun xalasının məndən xoşu gəlmişdi. Bir dəfə məni efirdə görəndə yoldaşıma deyib ki, adamın belə gəlini ola. Yoldaşımı xalası saxlamışdı. Çox yaxşı qadın idi. O da şüvalan toylarının birində mənimlə rastlaşır, gedir xalasına deyir ki, sənin xoşuna gələn qız burada toydadır. Atamgil məni ona vermirdilər. 2 ildən sonra saqqızımı oğurladılar. O məni sevmirdi, mən də onu sevmirdim. Amma evləndi, 3 övladımız doğuldu. Mən yaxşı pul qazanırdım. O mənimlə evlənəndən sonra heç bir işin ardınca getmədi. Gecə 2-də evə gəlirdi. Məni pul üstündə döyürdü, söyürdü. 28 il onunla yaşadım, dözdüm. Amma elə bir mərhələ yetişdi ki, dedim yox, daha bizimki tutmaz. Ayrıldıq. Məndən sonra bir neçə dəfə də evləndi, boşandı. Mənim də balalarım böyüdü deyə ikinci dəfə ailə qurmadım. İstəmədim ki, onların qarşısına başqa bir kişi ilə çıxım. Qadın kimi yarımadım, xoşbəxt olmadım. Gecələr yerimə girəndə sümüklərim sızıldayır. Özümün özümə yazığım gəlir. Məclislərə gedəndə özümü uşaq kimi qarşıma qoyub danlayıram və ağlayıram. Statın sonu.